Uşağın gecə saat 12-də, 1-də nə işi var? TikTokda, Instagramda, Facebookda. Ümumiyyətlə, məsələn, bizim uşaqların heç birinin telefonu yoxdur. Amma bura gəlib düşmə səbəblərinin bir çoxu sosial şəbəkələrdən cəlb edilmələrdir. Bax, problem budur. Uşaq diqqətdən kənarda qalırsa, o yanlış yerə yönələcək, yanlış istifadə eləyəcək, yanlış işlərə başını qatacaq. Və nəticədə də nə olacaq? Bir ailənin dağılması, bir ailədə faciənin yaşanmasını gətirib çıxardacaq. Bizdə elə uşaq olub ki, asılı olub da telefondan, kompüterdən, sosial şəbəkədə əlini sürtməsə özünü çox pis hiss eləyirdi. Biz onu o vərdişdən uzaqlaşdırırıq, artıq reabilitasiyası yekunlaşır, hər şey qaydasına düşür. Uşaq gedir evə. Deyək ki, ya ananın, ya atanın hansısa bir xoşa gəlməz hərəkətlərini uşaq izləməsin deyə təzədən telefon verir ona. Məşğul ol, mən gəlirəm. Öz rahatlığı üçün bir növ qurban verir. Getdi mi yenə? Biz ikinci dəfə elə bir uşağı qəbul eləmişik. Bərbad günü. Yəni artıq onu dirçəltməyin yolu yox idi. Çünki əməlli başda o bir söz var, pis də olsa deyəcək, baş getmişdi. Elə və də anaya əl qaldırmışdı. Çünki ana günahkarı. Ananın səbəblər var idi. Mən kimisə şəxsi həyatına qarışmaq deyil niyyətim. Amma sənin şəxsi həyatın da varsa, sən bunu el eləməlisən ki, sənin uşağın bundan zərər çəkir.